Allahın bizə verdiyi nemətlərin içində boğulduğumuz halda bizim ona ibadət edib şükür etməyə vaxtımız yoxdur. Allahın dininə, Rəsulullahın sünnəsinə vaxtımız yoxdur. Amma əylənməyə, ad günləri keçirməyə, boş-boş işlər görməyə, filmlər izləməyə, musiqi dinləməyə vaxtımız var ancaq. Nankor və şükürsüzük biz. Bax buyuq biz. Ancaq 1-2 manat pula görə müdirinə elə itaət edirsən ki, nədir sənə maaş verəcək. İş saat 7-də başlayır, amma sən 10 dəqiqə qalmış işin qabağında mıx kimi durursan. Gecə saat 3-də 4-də durmaq lazımdır, problem yoxdur. Müdirinin əmrlərinə quzu kimi itaət eləyəcəksən, hansısa qəpik quruşa görə. Amma səni yedirən, içirən, sənə sağlam bədən verən, gözünə işıq verən, bu dünyanı yaradıb, sənin üçün çeşidli bitkilər yetişdirən və sənə öz mülkündə yaşama şansı verən Allah Sübhanehu Teala'ya sənin vaxtın yoxdur. Amma sənə maaş verəcək deyə müdirinin qabağına hər gün səhər tezdən gedə bilirsən. Bəzən işə çatmaq üçün 2-3 marşrut dəyişirsən. 2-3 saatını elə hər gün yolda itirirsən. Bütün bu məşəqqətlərə sırf müdirini razı salmaq üçün dözürsən.